Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz Azərbaycan dili 1-ci sinif 1-ci hissədən dərs 4 Ramin və dostlarıdır. Şəkillərə baxın və suallara cavab verin. Uşaqlar nə ilə məşğuldurlar? Uşaqlar plastilindən müəyyən əşyalar düzəltmək istəyirlər və beləliklə də onlar fərqli bir əşya düzəldirlər. Hobbiniz varmı? Bəli, mənim hobbim var. Mənim hobbim voleybol oynamaq, musiqi dinləmək və səyahət eləməkdir. Nə ilə məşğul olmağı daha çox sevirsiniz? Mən daha çox YouTube-da video çəkməyi və eyni zamanda gəzməyi çox sevirəm. Söz boğçası, hobbi, plastilin, batut və skuterdir. Aha, şəkillərə baxdıq. Məsələn, Ramin və Əlinin gördüyümüz kimi nə edirik? Ramin və Əli hoppanıb düşürlər o maçalkanın üzərində. Digər hissədə skuter sürürlər, bir velosiped sürür, digər isə şəkil çəkir. B hərfinin digər hərflərlə birləşməsinə baxın. B. Banan, albalı və bilal. Banan və albalı meyvədir. Bilal isə bir xüsusi addır. Belə, keçid alaq növbəti hissəyə. Sevdiyiniz oyunlar haqqında danışın. Gizləngaç oyununun qaydalarını bilirsinizmi? Oyuna necə başlayırlar? Bəli, məsələn, gizləngaç oyununa nə olur uşaqlar? Birisi gözünü yumur, sayır, digərləri isə gizlənirlər. Sonra həmin şəxsi axtarmağa çıxırlar. Həmin şəxsi hamısını tapdıqdan sonra bəli, artıq ilk belə deyim də, ilk tapılan şəxs, üzə çıxan şəxs növbəti dəfə gözlərini yumanı olur, digərləri gizlənir. Amma təbii ki, burada müəyyən qaydalar da var. Zərifə, Ramin, Əli, Solmaz, Əlüstü oynayırlar. 1, 2, bizimki, 3, 4, qapını ört. 5, 6, daş 6, 7, 8, frəngiz, 9, 10, qırmızı don. Belə adlı bir oyun var uşaqlar, bildiyimiz kimi. Belə oyun oynayırlar. 1, 2, 3, tapdım, Zərifə hanım, mən buradayam. Belə bir tipli gizləngaç oyunu oynayırlar. Uyğunluğu tapın, kim harada gizlənmişdi? Zərifə korobkanın içərisində gizlənmişdi. Qutunun yəni. Zərifə qutunun içində. Solmaz pərdənin arxasında. Əli də masanın içində. Üzr istəyirəm, masanın altında. Belə. Hansı uşaq oyunun qaydalarını bilmir? Hansı uşaq oyunun qaydalarını bilmir? Gəlin baxaq. Zərifə oyunun qaydalarını bilmir. Çünki burada Əli uşaqlardan soruşur, Ramin uşaqlardan soruşur ki, bəs Zərifə hanı? Zərifə də öz yerini özü bildirmiş olur. Yəni, halbuki öz yerini bildirməməli idi da. Yəni, Ramin gəlib onu tapmalı idi. Belə. Qruplarla iş var uşaqlar. Bu artıq sizin görə biləcəyiniz bir işdir. Raminin hansı dostunun adında 3 Sait var? Zərifə. 3 Sait Zərifədədir. Bəs sizin dostunuzun adında neçə Sait var? Mənim dostum Pərvin. Pərvin. 2 Sait var. Sözləri hecalarla oxuyun. Şahmat, domino, hobbi, televizor, plastilin, üzgüçülük. Oxuduq. Ay və el hecalarına müxtəlif hecalar artırmaqla 2 hecalı adlar düzəldim. Mənim adım məsələn Elşaddır. Elə Elşad da var imiş. Elşad, Elnur, Eldar, Elxan, Elcan, Elnar, və s. Elşən və s. Aytən, Aydan, Aysel, Gün, Aynur, Aynar, Ayşad və s. və s. Özünüzü təqdim edəndə hansı məlumatlar verirsiniz? Adım, soyadım və o qədər böyük bir məlumat vermirəm. Elşad, məsələn, Elşad Həsənov, Elşad Cəfərov və yaxud tutaq ki,
Adım Elşaddır, söhbət ümumiyyətdən gedir. Elşad Cəfərov Cahandaroğlu. Bu qədər bəs eləyir. Ramin haqqında məlumatları oxuyun. Onun suallarına cavab verin. Ramin Həsənli, 6 yaşı var. Ata, ana, bacı, nənə, baba ilə birgə qalır. Sinifi 1-ci sinifdir. Hobbisi puzzle yığmaqdır. Dostları Əli, Zərifə və Solmazdır. Mənim soyadım nədir? Sənin soyadın Həsənli. Mən neçənci sinifdə oxuyuram? Sən 1-ci sinifdə oxuyursan. Mənim neçə yaşım var? Sənin 6 yaşın var. Hobbin nədir? Puzzle yığmaq. Mənim ailəm neçə nəfərdən ibarətdir? Sənin ailən sən də daxil olmaqla 6 nəfərdən ibarətdir. Heca sayı ilə eyni olan sözləri tapın. Ailə 2 hecalıdır. Dost 1 hecalıdır. Sinif 2 hecalıdır. Hobbi 2 hecalıdır. Puzzle 1 hecalıdır. Uşaqlar, bir dəqiqə başım qarışdı. Ailə 3 hecalıdır. Bu da uyğun gəlir məlumata. Sinif 2 hecalıdır. Bu da hobbi 2 hecalıdır. Sinif və hobbi 2 hecalıdır. Bu da bir-birinə uyğun gəlir. Dost və puzzle da 1 hecalıdır. Onlar da bir-birinə uyğun gəlir. Cütlərlə iş. Yollanışınızda məlumat toplayın. Neçə yaşı var? Mənim dostumun 14 yaşı var məsələn. Ailənizdə kimlər var? Ana, ata, bacı, qardaş. Qardaşının və ya bacının adı nədir? Elcan, Gülnar. Neçə yaşları var? 18-19. Hobbin nədir? Voleybol oynamaq. Dostunun adı nədir? Pərvin. Neçə yaşı var? 22. Bu qədər belə. Ümumiləşdirici tapşırıqları isə gələn dəfə izah edəcəm uşaqlar. Bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız.